Cəmi şəhidlərimizin ruhları, vətən şəhidlərimizin ruhları şad olsun. Bi haqqı Məhəmmədin aleyh və bil Fatihə. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allah cəmi şəhidlərimizin Salam olsun dastan yazan oğullara. Salam olsun mərd qeylətli analara. Oğul var ki, bir ananın oğlu olar. Oğul var ki, bütöv elin oğlu olar. Bu oğullar dastan yazar, şəhid olar. Bu oğullar şəhid olar, yadda qalar. Bu şəhidlər vətən olar, bayraq olar. Bayraqları ucalara qaldıranlar, ucalardan igid kimi boylananlar. Qarşınızda baş əyirik. Biz sizinlə fəxr edirik. Salam əziz analar, əziz atalar və əziz tədbirimizə təşrif buyuran qonaqlar. Mən həmişə olduğu kimi tədbirimizə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü uğrunda, azadlığı uğrunda, müstəqilliyi uğrunda, suverenliyi uğrunda öz şirin canlarından keçən şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqalıq sükutla yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, Süleyman qardaşımızla Səxavət qardaşımızın bugün anım gününə yığışmışıq. Allah onların timsalında bütün şəhidlərimizin məqamını uca eləsin. Bizim həmişə, hər zaman şəhid ailələrinə, şəhid atalarına, şəhid analarına bir sözümüz var ki, Allah səbrinizi versin. Və həmişə də öz əməlimizlə, öz işimizlə, öz onlara diqqətimizlə onların yarasına bir balaca məlhəm olmalıyıq. Bizim hər birimizin o Qarabağımıza, bu günlərim çiçəklənən Qarabağımıza ayağımızı qoyanda hər birimizin bir kəlmə sözümüz var ki, Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bir sözümüz ancaq odur, ilk sözümüz. Və bu günlərin burada çox qürur verici bir haldır ki, Xıdırlı cəmaatı bu günlərin buradadır. Xıdırlı kəndinin sakinləri bu günlərim. Öz elindən, obasından bu günlərim, onların bu günlərim yaşama səbəbi olan şəhidimizin anım gününə gəliblər. Onların hər biri, onlarla söhbət əsnasında hər biri bu sözü deyir ki, bizim hər birimizin balamızdan böyüyümüzə qədər bizim onların borcun verə bilmərik, qaytara bilmərik. İstər valideynlərinin, istər bizim şəhidlərimizin. Çünki onların hər birinin bizim boynumuzda böyük bir haqqı var. Niyə? Çünki 30 illik vətən həsrətinə 44 günə son qoyurlar. Və o cümlədən bizim yüzillərlə boyu alınmış rayonlarımız, hansı ki adın dəyişib erməni adı qoyublar, onu 23 saata qaytardılar özümüzə. Dünənlərim bizim Kəlbəcər günü idi. Kəlbəcərin işğaldan azad olunduğu günü. Və hər birimiz o günü keçirəndə qürur verici bir gün kimi yaddaşa düşdü. Niyə? Çünki bu oğullar erməniləri elə bir günə qoymuşdular ki, bizim neçə dənə rayonumuzu bir güllə atılmadan təslim elədilər, verdilər bizə, qaytardılar bizə. Bizim bu günlərim güclü ordumuz var, güclü dövlət başçımız var və biz də hər birimiz dövlət başçısının, yəni cənab prezidentimizin ətrafında sıx birləşməliyik. Mən bir daha deyirəm, bu oğulların sayəsində, bizim qazilərimizin sayəsində, Azərbaycan ordusunun sayəsində, prezidentimizin hər bir çıxışında deyir, nə qədər silah olsa da, nə qədər dron olsa da, nə qədər tank olsa da, onu idarə eləyən
bax bu oğullarımızdır. Və həmişə də danışanda körəlir. Çünki bilir ki, hər bir evdə o çıraq sönüb. Öz evlərinin çırağını söndürüb bizim evin çırağını yandırıblar. Mən Xocavənd rayonuna tərəf gedəndə, ora köçən cəmaat tərəfə gedəndə, orada o yollarla, dağlarla keçəndə mən deyirəm, ay qardaş, bunlar bu yolu, bu dağı, meşəni nətər keçirlər? Onu dərk eləmək lazımdır. Onu bilmək lazımdır. Biz həmişə görmədiyimiz qəhrəmanları bizə deyiblər. Amma biz bu gündən sonra, biz 20-ci ildən sonra biz artıq deyək, qəhrəmanlarımız bunlardır. Bunları biz gələcək nəsilə deməliyik ki, bax sizin belə bir əmiləriniz, dayılarınız olub. Hansı ki, torpaqlarımız xarabazarlığa çönmüşdür. Bu günlərim Ağdamımız çiçəklənir, gözəlləşir. Xankəndində artıq universitet var, qaynayıb qarışır. O cümlədən Xocavənd, Ağdərə, Xocalımızın artıq o göz yaşı quruyur. Amma nə qədər qurusa da biz yaddaşımızı təzələməliyik. Erməni bizlərə nə qayırır? Bizim əsirlərimizə neyniyir? Deməliyik ki, ay qardaş, bizim neçə dənə əsirimizi evin yıxıblar, pis günə qoyublar. Onlarla heç vaxtı barışmaq olmaz. Bu günlərin bizim tədbirimizdə şəhid ailələrinin İşləri üzrə şöbə müdürünün müavini Elmi müəllim başda olmaqla Xıdırlı kənd icra nümayəndəsi, Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim burada iştirak eləyir. Və Veteranlar Birliyinin sədri bizim əziz dostumuz Elşən müəllim burada iştirak eləyir. 1-ci Qarabağ müharibəsinin igid qəhrəmanları bu günlərin burada iştirak eləyir. Allah onların hər birinə can sağlığı versin. Mən həmişə demişəm, bizim buradakı şəhidlərimizin istər burada, istər başqa yerdə olan şəhidlərimizin hamısının valideynləri 1-ci Qarabağ müharibəsinin qaziləridir. O vaxtı, kaş Allahın altında, o vaxtı bizim siyasətçi və o cümlədən Ali Başkomandanımız oluyor. Bizim o tankın üstünə ov tüfəngi ilə gedən oğlanlardır, bax burada duranlar, hamısı. Ov tüfəngi ilə, tir tüfəngi ilə. Allah sizin hər birinizə can sağlığı versin. Və sizin burada o Xıdırlı cəmaatı ki, bu günlərim çox böyük bir kütlə ilə burada iştirak edirlər. Mən sizin hər birinizə təşəkkür edirəm ki, o dəyəri bilirsiniz. Allah hər birinin məqamını uca eləsin. Və indi şəhidlərimizin, yəni Süleyman qardaşımızla, Səxavət qardaşımızın döyüş yolundan danışmaq üçün sözü Elmi müəllimə verirəm. Buyurun Elmi müəllim. Hörmətli tədbir iştirakçıları, əziz və dəyərli şəhid anaları, şəhid ataları, şəhid aliləri. Bugün 44 günlük Vətən müharibəsinin 2 qəhrəman şəhidi Allahverdiyev Süleyman Etibaroğlu Məmmədov və Məmmədov Səxavət Vahaboğlu'nun anım günüdür. O şəhidlər ki, eyni ayda, eyni ildə dünyaya göz atmışlar. Bizim tariximizin, şanlı zəfərimizin qazanılmasına işıq saçmışlar. Zəfərimizin əldə olunmasında öz şirin canlarından, cavan vaxtı, cavan yaşda canlarından keçmişdilər. Bəli, bizim bu qəhrəmanlarımız unudulmazdılar. Biz həmişə bu qəhrəmanları hörmətlə, izzətlə, müqəddəs yer olaraq gəlib ziyarət edəcəyik, onları həmişə anacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən ilk öncə şəhidlərimizin az, mənalı həyat yolundan biraz danışmaq istəyirəm. Bizim şəhidimiz Məmmədov Səxavət Vahaboğlu Ağdam rayonunun Paşabəli kəndində 1996-cı il 12 sentyabr tarixində anadan olmuşdu. O, orta məktəbi də elə həmin kənddə başa vurduqdan sonra hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti başa vurduqdan sonra o həmişə öz yaşları arasında vətənpərvərliyi ilə, vətənə sədaqəti ilə seçilmiş bir oğul kimi dövlətinə, vətənə
hərbi sahəsində xidmət etməyə başlamışdı. Yəni müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi öz dövlətinə xidmət etməyə başlamışdı. Nəhayət 2020-ci il Haqq savaşında, yəni 44 günlük vətən müharibəsində Səxavət qardaşım döyüş sıralarına, ordu sıralarına qoşularaq vətənin torpaqlarının azad olmasında iştirak etmişdir. O, Füzuli rayonunun azad olması uğrunda gedən döyüşlərdə, Cəbrayıl rayonunun azad olması uğrunda gedən döyüşlərdə xüsusi şücaətlər göstərmiş, qəhrəmanlıqlar göstərərək Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır. Onun döyüş vaxtı göstərdiyi şücaətlər ölkə rəhbərliyi tərəfindən, Cənab Ali Başkomandan İlham Əliyev tərəfindən qiymətləndirilərək ölümündən sonra ona vətən uğrunda medalı, Cəbrayılın azad olunmasına görə medalı və Füzuli rayonunun azad olunmasına görə medalı ilə təltif olunmuşdur. Həmçinin o xüsusi şücaətlərinə görə, cəsurluğuna görə, vətənpərvərliyinə görə cəsur döyüşçü medalı ilə də təltif olunmuşdur. Bizim digər qəhrəmanımız Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün Allahverdiyev Süleyman Etibaroğlu 1996-cı ildə 22 sentyabr tarixində Bərdə rayonunda anadan olmuşdur. O, həmin rayonda öz orta məktəbini başa vurmuş, sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətə yollandığı dövr 2014-cü ilə təsadüf edir. O, hərbi xidmətdə olan zaman 2016-cı ildə aprel döyüşlərində də iştirak etmişdir. Müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi. O, 2016-cı il aprel döyüşlərində xüsusi şücaətlər göstərilmiş, gənc vaxtlarından vətənə sevgisini, bağlılığını bildirmişdir. O, hərbi xidməti başa vurduqdan sonra vətənə bağlı bir igid oğul kimi yenə də xidmət eləməyə başlamış. Bu dəfə artıq o öz istəyi ilə, könüllü olaraq 44 günlük vətən müharibəsində iştirak etmişdir. Digər qəhrəmanlarımız kimi, yəni Səxavət qardaşımız kimi o da xüsusi şücaətlər göstərmiş, vətənin azad olunmasında böyük rol oynayan qəhrəmanlardan biri kimi tarixə keçmişdir. Yəni 8 oktyabr 2020-ci il tarixdə şəhadət zirvəsinə ucalmışdır. Yəni biz bugün şəhidlərimiz haqqında danışanda görürük ki, şəhidlərimizin hər biri özlərinin həyatında bir dastan yazmışdır. Bu dastanı onlar öz qanları ilə, qəhrəmanlıqları ilə, göstərdiyi şücaətlərlə yazmışdılar. Yəni onlar mənim həmyaşlarım idi. Mən həqiqətən də hər birinizin, yəni şəhid analarının, şəhid atalarının qarşısında danışanda həmişə həyəcanlanıram. Çünki mən özümü onların yerinə qoyuram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah analara, atalara səbir versin. Sizin başınız həmişə uca olmalıdır. Çünki həmin şəhidlər bizim başımızı bütün dünyada uca elədilər. Həm mənim kimi, həm öz yaşlılarının, həm özlərindən böyüklərinin, həm özlərindən balacalarının başını uca elədilər. Bəli, həmin şəhidlər öz qəhrəmanlıqları ilə bunu etdilər. Bütün dünya Azərbaycanın necə bir dövlət olduğunu, necə bir prezidentə sahib olduğunu, necə bir xalqa, necə bir orduya sahib olduğunu bütün dünyaya göstərən şəhidlərimizə biz borcluyuq. Həmişə şəhidlərimizin müqəddəs ruhları qarşısında biz hər birimiz bilməliyik ki, hər dəfəsində baş əymək bizim borcumuzdur. Allah şəhidlərimizə rəhmət eləsin, Allah şəhid analarına səbir versin, atalarına səbir versin. Xıdırlı cəmaatı adından və o cümlədən bizim Xıdırlı şəhid ailələri adından danışmaq üçün sözü Rəşid qardaşımıza veririk. Əziz şəhid ailələrimiz, əziz qazilər, döyüşçülər, əziz analar, bacılar, tədbir iştirakçıları və məndən qabaq çıxış edən qardaş vurğuladı ki, bugün şükürlər olsun ki, Allaha şəhidimizin ziyarətinə biz Xıdırlı kəndindən gəlmişik. Bu söz bütün sözləri əhatə edir ki, yəni bugün biz səhər-səhər ziyarətə gəlməmişdən qabaq biz Xıdırlı bayraq meydanına çıxdıq. Bayraq meydanını ziyarət elədik. Oradan şəhidimizə səsləndik. Və dedik ki, Süleyman, əziz qardaşımız, ruhun şad olsun. Bugün şagirdlər məktəbə gedir. Kənd cəmaatı öz həyətində, öz qapısında, əkin-biçində məşğul olur. Bu bariz nümunədir ki, bugün bizim şəhidlərimiz hansı hərəkətlər edirlər, hansı yolları keçirlər. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Eyni zamanda Səxavət qardaşımızın da ruhunu şad eləsin. Bütün bu
şəhidlər xiyabanında yatan qardaşlarımızın hər birinin ruhunu şad eləsin ki, bugün Qarabağda, Azərbaycanın ərazisində erməni yaşamır. Onlar, mən hesab edirəm ki, bugün bizim səsimizi eşidir. Onların ruhu bizimləndir. Bu tədbirdə onlar özləri bax bu dəqiqə iştirak edirlər. Biz onları heç vaxt unutmayacağıq. Çünki onlar bizim tək torpağımızı, elimizi, obamızı yox, həm də itmiş o qürurumuzu, o vüqarımızı, o namusumuzu, qeyrətimizi özümüzə qaytardılar. Burada iştirak edən tədbir iştirakçılarının hamısına məlumdur ki, 27 sentyabrda nə baş verdi? Bizim Müzəffər Ali Başkomandanımızın, Cənab Prezidentimizin apardığı siyasət, uğurlu siyasət nəticəsində ordumuzun təlimləri, aldığı silahlar, vətənpərvərlik eyni zamanda nəticəsində bizim ordu hücuma keçərək torpaqlarımızı azad eləməyə başladı. 44 gün ərzində bütün itirilmiş torpaqlarımız demək olar ki, geri qaytarıldı. Və sonradan da o 23 saat ərzində də bütün demək olar ki, torpaqlarımız tam azad oldu. Ona görə də biz bax bu qəhrəman şəhidlərimizə, bunların hamısının ayrı-ayrılıqda o Qarabağın azad olunmasında ayaq izləri var. Mən bu cəmaatın qarşısında bugün Ağdamda çıxış eləməkdən, bugün Tıbıqı cəmaatın qarşısında çıxış eləməkdən artıq böyük heç nə görə bilmirəm. Mən sizin vaxtınızı çox almayacağım. Amma bir daha analarımızın, bacılarımızın, şagirdlərin, böyüklərin nəzərində çatdırıram ki, siz arxayın olun. Bax, bizim bu şəhidlər istəyir Xocalı, istəyir Qaradağlı, istəyir Kəlbəcər, istəyir Ağdam da ermənilərin törətdiklərinin 5 qat artıq qanımızı alıblar. Yəni, onlara elə bir dərs verdilər ki, indən sonra heç vaxt onlar baş qaldırıb bizə qarşı çıxası deyirlər. Mən bütün şəhid analarına, bütün şəhid ailələrinə, elimizə, obamıza, cəmaata Allahdan səbir diləyirəm. Allah onların evlatlarının yerini cənnət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ ol. Təşəkkür ederim. Sağ ol. Və indi bugün burada Paşabəyli kənd tam orta məktəbinin şagirdləri, müəllim kollektivi burada iştirak eləyir. Gəlin indi isə onların şəhidlərimizə həsr etdiyi gözəl bir şeirlərə baxaq. Buyurun. Vurur külək, söyləyir adlar, o cəngavərlər, o igid yadlar. Bir səxavət gedib, mini qayıdıb, vətən bu ruhuyla daim ucalıb. 30 il həsrətlə gözlədi vətən, səxavət bu dərdə dözəlmədin sən. Ruhunun önündə baş əyirəm mən, şəhadətin mübarəkdir səxavət. Zalım düşmən dayanmışdı qəsdinə, bu fələyin səxavətlə qəsdinə. Hücum çəkdin erməninin üstünə, cəsarətin mübarəkdir səxavət. Şəhadətin mübarəkdir səxavət. Ananın gözündə qürurlu yaş var. O baxış həm yanar, həm də alışar. Səxavət, oğlum, diyar astadan, səsi ürəyindən qopar, çağlayar. Bir şəklin qalıb, gülümsəyirsən. Sanki deyirsən, ana, qorxma sən. Bu vətən üçün verdim canımı. Ruhumla qoruyuram hər kəsi, hər zaman. Laçında açıldı şəhidlik yolu, qəlbində vətənə sevgi bol oldu. Qarşında düşmənə səngərdar oldu. Qanınla yazıldı torpağa vətən. Qəlbimizdə yaşayırsan. Qəlbimiz fəxr edir sənin adınla. Sönməz bir çıraqdır şəhid qanında. Laçının dağları səslənir hər an. Sən oldun ölməzlik, igid səxavət. Qürur duyur elin oban, qürur duyur atan anan. Şəhid sən tək övlad ilə qürur duyur Azərbaycan. Sağ olun uşaqlar.
Onu bilin ki, siz həmişə yadınızda saxlayın ki, istər Səxavət olsun, istər Süleyman olsun, istər Tural olsun, istər Rəhim olsun, siz həmişə bilin ki, sizin hər bir işinizdə, hər bir uğrunuzda şəhidlərimizin əməyi var. Çünki göy üzündə dalğalanan hilalınla, bayrağınla nə gözəlsən Azərbaycan. Övladına xoş gün verən hər anınla, növrağınla nə gözəlsən Azərbaycan. Neçə-neçə qəhrəmanı, xanı olan, səhərində al şəfəqin danı olan, hər daşında şəhidimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Bəli, hər bir Qarabağın, hər bir qarış torpağında bizim şəhidlərimizin qanı var. Hər bir kəs ora gedəndə ən birinci o torpağı öpməlidir. Çünki o torpaq bizim əzizlərimizin, doğmalarımızın, onların sayəsində vətən olur. Bərdədən şəhid analarımız da, şəhid atamız da təşrif buyurubdur. Mən istərdim, onlar da buyursunlar, ziyarət eləsinlər. Bizim Turgut qardaşımızın, şəhid Turgut qardaşımızın anası, atası və Xudayar qardaşımızın anası bu günlərim. Bizim şəhidlərimizin ziyarətə gəliblər. Allah ziyarətinizi qəbul eləsin. Şükürəm. Allah qəbul eləsin. Hamı sağ olasın. Sağ olun. Vətən şəhidlərimizin bitirirsin. Şəhid qardaşlar bitirirsin. Biz elə yenə deyirəm, həmişə demişəm, bizim bu şəhidlərə biz həmişə borcluyuq. Harda olmaya baxmayaraq, bizim yenə deyirəm, elin başı yoxdur. Bizim şəhidlərimizin bizim qurum mənbəyimizdir. İndi bizdən burada da gedəcək Mingəçevirə, orada da şəhidlərimizin ili var. Yəni biz imkan dairəsində gedib gəldik orada. Bəli. Allah yenə deyirəm, şəhid qardaşlarımıza, bağlarımıza rəhmət eləsin. Mən Ağdamı, həmişin öz doğmamı biləm, özümə, öz bağlarımı biləm hamısının bütün şəhidlərimizi. Mən danışanda ümumi şəhiddən danışıram, mən öz oğlum deməmişəm, həmişə oğlanlarımız demişəm, bağlarımız demişəm. Bütün şəhidlər bizim bağlarımızdır, əzizlərimiz, qardaşlarımızdır. Allah ziyarətinizi qəbul eləsin. Ümumi şəhidlərə Allah rəhmət eləsin. Sağ olun, Allah sizə can sağlığı versin. Amin. Allah təm şəhidlərə rəhmət eləsin. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا رب العالمين آمين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وفضلهم وبركاته نصر الصباح Cəmi tədris iştirakçıların adından zikr edirəm. Şəhid Allah Veliyev Süleyman Etibar, şəhid Məmmədov Səxavət Vəhabov. Onların üçün müsabiqə. Cəm vətən şəhidlərimizin ruhları üçün. Ruhları şad olsun. Bi haqqi Muhammedin aleyh və bi hürmətil surətil Fatihə məs-salam. İyyâke nâbudu və iyyâke nestaîn. İhdina sirâtal müstakîm. Sirâtallezîne an'amte aleyhim gayril mağdûbi aleyhim veleddâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad Allahus samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Allahumme salli ala Muhammedin ve Allah cəmi şəhidlərimizin məqamını versin. Allah ruhları şad etsin. Amin. Allah şəhid analarına, şəhid atalarına Allah səbir versin. Sağ olun. Bəli, şimdi ziyarət eləyənlər ziyarət edəcək, amma